Əgər evdə bir stəkan qatığınız varsa, durun elə indicə çayı dəmə qoyun, qurabiyəni hazırlamağa başlayın. Qaba 1 ədəd yumurta, üzərinə 1 paket vanil, 1 paket qabartma tozu, 1 stəkan şəkər tozu, 1 stəkan qatıq, yarım stəkan ərinmiş gərək qarışdırıb onu hissə-hissə əlavə edin. Yumuşaq, yüngülcə ələ yapışan xəmir olmalıdır. Xəmir toparlandıqda üzərinə kişmişi və portağal qabığını əlavə edin. Portağal yoxdursa limonla əvəz edin. Bu xüsusi aroma verir. Daha sonra xəmiri 2 bərabər hissəyə bölək. Birin dairəvi formada açıb stəkanın ağzı ilə formalar kəsək. Xəmirin kənarlarını və geridə qalan kündəni birləşdirib düzbucaqlı formasında açaq. Gördüyünüz formada xəmir kəsənlə kəsib hər birin bu qaydada yağlı kağız sərdiyim listə düzdüm. Üzərinə yumurta sarısı çəkib çəngəllə naxışladım. Hazırlanması çox asandır. Ləzzəti isə sizə əminliklə deyirəm ki, uşaqdan böyüyə hər kəs sevəcək. Çox dadlı olur. Elə indicə sınaq. Dadlı reseptlər üçün izləmədə qal.